Avqustun 8-də Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra çox keçmədən yekun sülh müqaviləsinin imzalanacağına dair bir neçə dalbadal məlumatlar ortaya çıxmağa başladı. Bu Ruben Rubenyan yəni fikirləri tək ona məxsus deyil. Eyni zamanda bundan əvvəl məsələn xatırladım ki, Foreign Policy jurnalında ABŞ-da belə bir məlumat yayıldı ki, güya Birləşmiş Ştatlar 2026-cı ilin sonuna qədər sülh müqaviləsinin imzalanmasını və hətta ratifikasiya olunmasını tələb edir. Təbii ki, burada əsas tələb Ermənistana aiddir. Çünki Azərbaycan sülhdə maraqlıdır, lakin burada Ermənistanın konstitusiya islahatı aparmaması, konstitusiyanın dəyişmək istəməməsi bu prosesə mane olan əsas səbəbdir. Yəni birbaşa İranın atacağı addımlardan asılıdır sülh müqaviləsinin imzalanması. Bəli, bunun ardınca bilirsiniz ki, bir neçə gün öncə Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan belə bir fikir söylədi ki, biz 2026-cı ilin birinci yarısında sülh müqaviləsinin imzalanacağını gözləyirik və bundan cəmi bir gün sonra Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubenyanın söyləməsi ki, bu il sülh müqaviləsi 2025-ci ilin sonuna qədər və hətta ola bilsin sentyabr ayında imzalansın fikrini söyləməsi bir qədər də siyasi çaşqınlıq yaratdı müəyyən. Həm siyasi rezonans yaratdı, həm də siyasi çaşqınlıq yaratdı. Və əsas səslənən sual bundan ibarət oldu ki, Ermənistan konstitusiyanı dəyişməklə, dəyişmədən bu sülh müqaviləsi mümkündürmü? Mən onu da deyim ki, əlavə edim ki, belə bir məlumatlar, fikirlər də var ki, Birləşmiş Ştatlar Azərbaycana müəyyən təminatlar verə bilər ki, siz müqaviləni imzalayın, amma sonraki mərhələdə Ermənistanın mən bu konstitusiyanı dəyişəcəyinə zəmanət verirəm. Amma buna nə qədər inanmaq olar? Çünki bilirsiniz, ABŞ-ın belə bir çağırış etməsi Ermənistana ancaq tövsiyə xarakteri daşıya bilər və hüquqi öhdəlik yaratmır. Ermənistan səhəri gün bunu əməl edə də bilər, etməyə də bilər və yaxud gələn parlament seçkilərində Ermənistanda hakimiyyətə başqa siyasi qüvvə gəlsə, onların buna nə qədər əməl edəcəyi ölü sual altındadır. Bilirsiniz ki, 2 gün öncə Ermənistan revanşist müxalifətinin nümayəndəsi Seyran Sabiq Müdafiə Naziri Seyran Ohanyan belə bir açıqlama verdi ki, biz əgər hakimiyyətə gəlsək, bu sülh müqaviləsini yenidən baxacağıq və hətta ümumiyyətlə bundan imtina edəcəyik. Azərbaycanla Ermənistan arasında imzalanmış sülh sazişinin paraflanmasına dair həmin o sazişdə, paraflanmış sülh sazişində 12-ci bənddə qeyd edilir ki, tərəflər iki tərəfli münasibətlərdə beynəlxalq hüququ və bu sazişin əsas tələblərini əsas götürəcəklər. Və burada müqavilələr haqqında Viyana konvensiyasına, 1969-cu il Viyana konvensiyasına istinad edəcəklər və daxili qanunvericilik əgər bu sazişlə ziddiyyət təşkil edərsə, o halda beynəlxalq hüququ üstünlük verəcəklər. Amma söhbət burada qanunvericilikdən gedir. Ermənistan konstitusiyasının 5-ci maddəsinin 1-ci bəndində isə qeyd edilir ki, konstitusiya bütün qanunlardan üstündür. Bu baxımdan da Ermənistan konstitusiyanı dəyişmədən biz buna getməyimiz nə qədərdir? Belə bir sazişin imzalanması nə qədər doğrudur? Mən inanmıram ki, Azərbaycan bu sülh müqaviləsinin imzalanmasında tələsir. Yəni, Ermənistan konstitusiyanı dəyişmədən Azərbaycan bu müqaviləni imzalanmağa tələsdiyinə mən inanmıram. Görünür, Ruben Rubenyan bu fikri söyləməklə daha çox necə deyərlər, bir preventiv gediş edir. Və Azərbaycanı inandırmağa çalışır ki, diplomatik tərzdə, yəni biz sülhü bağlaya bilərik və konstitusiyanın dəyişilməsi məsələsini sonraki mərhələyə saxlayaq. Və yaxud da imzalanmazsa əgər günah bizdə deyil. Bu görüntünü də yaratmış ola bilər, bu bəyanatların öncədən səsləndirilməsi ilə. Topu Azərbaycan tərəfi ötürür də, yəni necə deyərlər, obrazlı desək, topu Azərbaycan tərəfinə ötürür ki, biz hazırıq imzalamağa, Azərbaycan sonra desinlər ki, Azərbaycan bunu istəmir. Amma mən Züliyyə xanım istərdim, diqqəti yönəldək bu məsələdə hüquqi normativ aktlar haqqında Ermənistan Respublikasının qanununa.
həmin qanunun 9-cu maddəsinin 2-ci bəndində qeyd edilir ki, hüquqi normativ akt bərabər və ya daha yüksək hüquqi aktlara zidd olmamalıdır. Bu nə deməkdir? Bu deməkdir ki, hüquqi normativ akt olan dövlətlərarası və beynəlxalq müqavilələr hüquqi normativ akt olan konstitusiya və onun tərkib hissəsi olan preambulaya zidd ola bilməz. Və bu halda Ermənistan konstitusiyasının 116-cı maddəsinin 3-cü bəndinə görə Ermənistan parlamentinin bu müqaviləni ratifikasiya etmə hüququ yoxdur. Eyni zamanda da təbii ki, Ermənistan Konstitusiya Məhkəməsi bu müqaviləyə müsbət rəy verməz. Ona görə də belə olan vəziyyətdə mən düşünürəm ki, Ermənistan Konstitusiyası ciddi ziddiyyətlər yaradır. Ermənistan Konstitusiyasının yaratdığı ziddiyyətlər, yalnız Konstitusiyası deyil, hətta qanunvericiliyi ciddi ziddiyyətlər yaradır bu məsələ ilə bağlı və bu məsələni həll etmək və müəyyən hüquqi islahatlar aparmaq Ermənistanın qarşısında duran əsas vəzifədir. Rusiyanın təsir imkanları nə